Salam dostlar, bugün sizlərlə birlikdə Real Madriddə şampiyon olmağı davam elətdirəcəyik. İstəyirsinizsə bir dəfə oyuna keçək. Oyuna başlayaq. Deməli oyuna başladıq. Deyirəm Bayern. Buradan keçdik. Bu arada amatör mod oynuyoruz. Yəni beginnerin bir üst modu. Yəni burada çox vaxt paslaşırlar. Ama pasları o qədər də pasları o qədər də yəni yaxşı keçmir. Qalatasaray da çox vaxt yəni güclü oynayırlar. Amma bəzən mallıqlarına da tutur. Yəni indi amacım şampiyon olmaq. 38 raunddur. Biz indi 30-cu raundu oynayırıq. 38-ci raundda bilmirəm kimlə düşəcəm. Yəni onu tam dəqiq deyəmərəm. Sən görsün necə oynayır qalaçı. Yəni topu tutmaq üçün əlindən gələni eləyir. Amma indiki qalaçıları bilirsiniz, çoxsu topu yəni vuran kimi yuxarıya qalxır. Yəni əllərini almırlar. Amma bəzən bizdə elə olmur. Yəni topu direkt əllərinə alırlar. O bilmirəm, o gözləmədim. Görürsünüz indi pas atacaq. Yəni ayaqlarında saxlamırlar topları. Gözlə görün. Toni Kroos'un 97'lik paslarından istifadə edək. İşte məsələn bax belə qollar atmaq biraz çətindir həqiqətən. Baxın. Çevirsən, üstten pasını atırsan, gəlişinə qoyursan, amma voley atırsan. Ay, deməli, Ronaldo tutdu. Evet. Harry. Balen pası keçməz. Bunlar arxaya. Bu bəzən hücumda qabaqda adam olmayanda. Məsələn mən indi Qalaçı ilə qol atmağa çalışsam məni öldürərlər. Ona görə də sən keçən dəfə Qalaçıyı oynatdım. Həqiqətən keçən dəfə Qalaçıyı oynatdım. Sonra oyuncu bir anda topu almağı bacardı. Onunla da gol attı. Baxın məsələn ayağımı oynadı indi. Hakimə biz nə deyək? Ramos məsələn burada var. Ramos bunları məsələn gebertər. Kurella var ya burada. Dın. Ha, şurada bir Ramos var. Oy. Marcelo ne yaptın? Sen bizi yakacak mısın? Neyse ikinci yarı keçək. Deməli rəqibin vuruşuyla ikinci yarımız başladı. Burada Casemiro'muz var. Burada Ankara Ronaldo. Burada Navas. Benzema. Bir saniye. Benzema'nın bitiricilik yani. Bitiricilik. Yok ya. Yoktu bitiricilik. Ne? Burada Benzema 29 yaşındaydı. Ronaldo'nun 32 yaşı. Ona prime döneminin. Geç. Ne oluyor oğlum? Senin oğlum Navas verəcəksə bunu tuttu. Lan Robert Lewandowski. Pas verəcək.
Mən sizin aldığınız nəfəsi bilirəm. Pasları bu arada. Krosun 99 pasından istifadə eləyəsidik də. Alınmadı. Ben bir saniye Cross'un bitiriciliğine bakasın da. Cross. Bitiricilik. Niye göstermiyor bitiriciliği mesela? Burada 90 olur oynuyorlardı. Şimdi mesela burada 92. Benim burada 92. Mod için olmadı 94'tü. Oh, sözsüz. Bale desen olsa 92'di. Of adamdır. Of göy kart. Adam 92'den gör neçəyə düşər indi. Navasının yerinə qoysaq bunu. Normalde olur ya, bəzən olmur. Səni Bale göydən pas atmalıydım Ronaldo'ya. Bir puan eksi buradan. Biliyordum. Uf. Ha? Ramos. Uy. Sənin mən. Aşırtma niye elədi? Mən onu başa düşmədim. Aşırtma eləməyinin səbəbi. Neyse oyunu başlattım. Şöyle bir pas attım. Alınmadı. Neyse korneri atım. Deməli korneri işlətdi. Bir dənə də korner. Neyse ben atanda göstərirəm. Deməli korneri attım. Mən belə qısa pasla başlayacağım. Çünki Kroos'un korneri ayağı o kadar güclüdür ki adamın. Adamın ayağı çok güclüdür. Ben ne deydim? Oğlum ben offside'de. Ha, indi offside'de. Bir saniye bizim bu hakemler topun şöyle offside'da olduğunu falan hardan bilirlər? Mesela indi bu dəqiqə top offside'da olsaydı rəqib alırdı topu. Allah bəlanı versin. Bir saniye topu aşırdıb atmaq lazımdır da. Bax ayağım dağılır orada. Neyse indi bu oyunu neçə bitirdik baxın görün. İlk oldu bu. Bu arada çok mükemmel. Ronaldo'dan bir hat-trick. Neyse diğer oyuna keçək bu oyunumuz. Neydi bunun adı? Bayern München neydi? İndi diğer masa keçək. 31. raundun maçı olan köhnə Real Madrid vs indiki Real Madrid. Yəni Prime Madrid vs indiki Madrid. Məsələn, buradan gəlib Vinicius'un var yoxunu dağıda bilərik də mən. Məsələn, o adamı mən tanımıram. Atmıram. Lan. Oh. Vinicius. Oy maşallah. Courtois. Mesela Courtois vs Navas. Kim udar? Thibaut Courtois vs Navas. Bence Courtois Navas'ı sokar. Mesela bu ne biçim pas? Mesela Modric kimi bir, daha doğrusu Kroos kimi bir pas atamırsa olsun. Of qəşəng. Kart yok, bir şey yok. Bakın Jonathan kalmışım. Bu arada bir şey değil mi? Hiç ne var? Neyse var. Ha? Oyun dayanmıyor. Hoppa. Koy çıxdıya bırakın. Tamam. Thibaut Courtois. İndi neyse. Bu Allah şarap. Belə uzun vurmaq istəyəndə də ne oluyor oğlum? Bellingham.
Bu arada dostlar bayaq az qalsın gol yeyirdim. Navas nə qardın? Ay mini. Hol oldu sənə. Hol oldu sənə Navas. Digər köşə vuruşuna. Davay. Alexander Arnold. Geri zekalısan Navas. Valverde. Onun Valverde təhlükəli adam. 3-0 yeməyək lan Valverde'də. Oğlum. İndiki Real'e nətər uduza bilərsiniz, hə? Bütün hamınız əfsanəsiz. Hadi ki yox. Ronaldo ama... Ronaldo. Gördünüz, bax, Quran haqqı şuta bastım. Yemədim. İstəsəz göstərədim. Kamavinga. Oh. Bir saniye, bu kartlıqdır. Ne var? Kartlıq diye bu. Bir saniye. Bizim frikikimizi niye bale atmalıdır mesela? Mesela indi Ronaldo ağzına gələn kimi atdı. Mən heç xətti də çəkmədim. Bu nətər olur? Bax belə Kurtuvaz. Kamavinga'nın ağzını mil. Mbappe versin. Şimdi cemaat tutmam. Canım lan. Oğlum bir saniye, ben niye 1-0 arkadayken belə rahat oynaya bilirəm? Bax. Kardeşim bayaq 49-cu dəqiqəydi. Oğlum necə tutdun? Bir söz deyim. Kroos oyundan atıldı. Bax bizimki bax belə olmalı. Left corner Marcelo, right corner yani sol corner Marcelo, sağ corner Modric atmalıdır. Kroos'un ayağında bir güclülük var. Oydu getdi. Mbappe. Mesela indi bizim çəkin. Mesela indi bizə belə bir şey lazımdır. Vizyon çeşmədi. Artıq güller. Fərdi. Çevirəcəm. Maçı çevirəcəm. Çevirəcəm. İşini yap şöyle bir. Of be. Hiya. Pasını at. Kamavinga'nın Valverde'nin bir tane hat olmadı. Bu arada uşaqlar biz gol atmaq istəyiriksə biz belə şeylər eləməməliyik. Oğlum indiki Real Madrid'de kim udanmaz hə? Bunlar bilmirəm sizə. Adam loh kimi offside'da qaldı. Bir dənə də yes be. Beraberlik golü lan bu. Bu arada bir şey diyeyim mi? Neyi var vurup Ronaldo? İkinci golumuzu da ataq. Rahat diyeceğim. Oha! Oyunu dayan. Dostlar, bir saniye söz soruşacağım. Sen ne oynamak istiyorsun? Navas o golü yesəydin var ya. Navas sənin. Ramos adam değilsen. Ronaldo adamsan artık. Hocam şunlar bir görün ya. Yes be.
120 dəqiqəlik yerə getmirik. Digər maç. Bir sonraki maçımız Mallarca adında bir takımmış. Bu takım ne lan? Oy. Diğer epizod. Oyunu başlattılar ve bizle başlayın. Isco. Hala oldu Isco'ma. Lan. Modric alınmadı be. Ne oluyor lan? Topu çıxdı elədilər, özü çıxdı momentin görməliydiniz. Şöyle Ramos'tan dostlar, Isco bayaq belə bir şansı qaçırtdı. Qalaçı ilə dib-dibə aşırtmanı qırağa atdı. Uf. Bax. İndi yapın. Şimdi ben de söyleyeyim. Kart vermezsin. Bir saniye. Ah. Anan. Of. Kart. Kırmızı. Sarı. Kroos'u bir sonraki oyunda oynatacağım bu arada. Olmasaydı vallahi gol yiyebilirdik. Hakikaten. İnşallah ki Navas. Adını çok qəribə elibləri Madrid'in. Bu arada bu pas Isco sayesinde tamamlandı. Yani Isco'nun şöyle bir uçtu. Dum. Görürsünüz ha. Yani menajer farkı var da bu dönemde deyəsən Jose Mourinho diye. Ha, ama sonra arka tarafı Isco topu alır, yıkır. Neyi var vurur. Ve oyun bitmedi. İkinci yarıya keçək. Isco 2 gol mu attı lan? Isco'nun ikinci golu hansıydı mən görmədim. Uf. Adam neyi var yapıştırıyor işte. I got this. İnşallah o videolar bilirsiniz. İnşallah ben boşuna tanışmıyorum. Evet. Dur. Navas ne yaptın? Navas. Yes be. Evet. Ne? Bir saniye. Oha Ronaldo. Offside'ın dibine gör. Mən rəqib takımın iki oyuncusunun arasında qalanda niye mənə offside gəlmədi, başa düşmədim. Müəllim. Penalty. It's a penalty. It's a penalty. Oh. Penalty. It's a penalty. It's a penalty.
Şöyle şuradan geçersem cındırsınız ama siz. Oğlum gitme. Bu belli. Penalty. Penalty. It's a penalty. Penalty. Ya necə? Baxım görüm. Qabaqdayım axı. Mən də deyirlər ki, illa bunu yap. Penalty. Heç kim yoxdur. Tertemiz gol. Benzema bir anlıq o qədər... Oğlum, bu Ronaldo'ya xas bir hərcə. Bir anlıq o qədər yuxarı vurdu ki, elə bildim girməyəcək. Buna bax. Dostlar, bayaq Ronaldo ilə bir qappa vuruşu attım. Ancaq bir lüzum sanşinəliyə. Ooo. Dum 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 dum. Ne? Dum dum dum. Ronaldo o kadar berbat vururdu ki. Bir saniye. Kroos şimdi oyunda yoktu da. Marcelo'nun indi atacağı kornere bak. Dum dum dum. Ne? Ortamın bir dakika. Olar. Dum 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 dum. Dum dum. Bakın İskoçer ne taşıyır? Ne taşıyır? Oha. Benzema o neydi lan? Yes be. Şimdi size indi Ronaldo'nun attığı o gol göstereceğim. Bir saniye. Bu arada Isco bu oyunda hat-trick elədi ama Benzema'nın golü neydi o? Benzema ne gol attı? Ha, siz bu golü da görmədiniz. Yoksa axı deyəsən gördünüz. Ha, gördünüz. İşte Ronaldo'nun son saniye aşırtma atmak istedi ama atamadı o aşırtma. Kafasıyla tamamlayıp şuna bak. Dun 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 dun. Bu arada burada heç topun girmə ihtimalı. Top nətər yerə gedir? Mən topun orada göyə getməyini gözləyirdim ya. Ama Isco aşırtma atam. Bu arada Isco'nun bu golü çox pis idi. Adam yerində dayanır, ondan sonra atır. Ama bu golü da efsane idi. Isco'nun hat-trick golü buydu. Ha, bir de bu golü var. İşte bir sonraki maçı geçiyoruz ya da geçmiyoruz.